Sifətin 3 dərəcəsi var. Which, what kind of sualına cavab verir. İsimə aid olur. 3 dərəcəsi var. Daha belə sadə düzəltmə mürəkkəb isimdə olduğu kimi sadə heç bir kökdən ibarət heç bir şəkilçi qəbul etmir. Düzəltmə sifətlər sufiks və perfeksdən ibarətdir isimdə olduğu kimi. Onların da şəkilçini əzbərləmək lazımdır. Eyni isimdə olduğu kimi mürəkkəb misal üçün sifətlər isə 2 hissədən ibarət olur isimdə olduğu kimi. Bu şəkilçilər hamısı oxunmalıdır. Able'dır, why'dır, full'dur, able'dır, less'dir, all'dur. Sözlər də həmçinin əzbərlənməlidir hamısı. Aus'dur, en'dir. Perfectlər isə isimdə olduğu kimi er'dir, dis'dir, mis'dir, un'dur, in'dir. Və gəldik nəyə? Uşaqlar, biz deyirik ki, idi və ingin fərqi nədir? İdi biz deyirik canlılarda işləyir, amma ink cansızlarda işləyir. Amma hətta canlılarda belə ink verə bilərik, o da advanced səviyyələrdə deyilir əsasda. Necə? Deyirəm ki, this film is boring. Bu film sıxıcıdır, boring verdim elə. Çünki söhbət filmdən gedir. Amma bir də verdim ki, I am bored, mən sıxılıram. Canlıya aid olur. Demək, ona görə biz ayıncı görürsə cansıza, idi görürsə canlıya götürürük. Baxırıq buradakı nümunələr. Deyirəm ki, my job is boring. Mənim işim, söhbət işdən gedir. Ona görə söhbət işdən getdiyinə deyirəm, my job is boring. Mənim işim mən çıxır. Bir də deyirəm ki, Jane is bored. Jane sıxılır. Jane tired. Jane yorğundur. Bu kimi tipli şeylər. Bir də gəldim sifətin, burada hansı ki, mürəkkəb sifətlərdir. Will ilə bağlanırlar. Well known, well done. Ondan sonra well dressed, well informated. Bunları əzbərləmək lazımdır mütləq şəkildə. Gəldim sifətin ən çox istifadə olunan bir hissələri dərəcələrinə. Sifətin 3 dərəcəsi var. Adi dərəcə, müqayisə dərəcəsi və üstünlük dərəcəsi. Adi dərəcəsi nədir? Deyirəm ki, adi dərəcə possessive degreedir, müqayisə dərəcəsi comparative degreedir, üstünlük dərəcəsi isə superlative degreedir. Sifətin dərəcələrindən belə bir şey var ki, adi dərəcənin dərəcə zərflərini cümlədə görürüksə, biz avtomatik adi dərəcə götürürük. Onlar da necə işlənir? Əgər cümlədə as, not so as, rather, quiet, enough, very, such, so, to gördünsə, bu sifətin adi dərəcəsində işlənir. Əgər, baxırıq indi nəyə? As verdim, eləmi? As verirəmsə, mən sifətin, belə deyim də, görürsünüz, adi dərəcədə, long ortada olan adidə. Very'dən sonra, quiet'dən sonra, enough'dan sonra və enough'da da bir mövzu var ki, qoy onu tezliyim yadıma düşmüşkən. Enough'dan sonra yadınızda saxlayın. İsim gəlir. İsim. Yəni enough'dan sonra. Enough'dan əvvəl isə sifət gəlir. Onda belə quruq ki, sifət plus enough. Sifət plus enough. Amma enough'dan sonra biz mütləq ki, isim veririk. Və yaxud to'lu feil verə bilərik. Sonra gəldim nəyə? Biz bayaqlarını vurğuladıq ki, demək, ən article ilə işlənəndə necə olur? Hamısını baxırıq. Uşaqlar, biz saç dedik ki, as'dir, saçdır, quiet sözündə necə veririk? A cold water. Görürsünüz, a cold verə bilməm, çünki water sözü sayılır. Ondan sonra bad mask verə bilmərəm. Verə bilərəm, amma artiklesız olardı. Yəni article-la mən onları işlədə bilmərəm. Və quiet dərəcələrində işlətdikdə quiet'dən sonra article görsək, bəli, düzdür. As'dən sonra article görsək, bəli, düzdür. Such'dan sonra article görsək, bəli, düzdür. Very'dən əvvəl article görsək, düzdür. Amma quiet'dən əvvəl article olmaz, as'dən əvvəl article olmaz, such'dan əvvəl article olmaz. Very'dən sonra article işlədə bilmərik. Amma razıda görsən, razıda hər iki tərəfdə olur. Yəni article əvvəldə də gələ bilər, sonda da gələ bilər. Gəldik nəyə? Gəldik burada enough'dan tonun işləməsinə. Enough'dan tonun işləməsinədir. Bayaqları mən sizə vurğuladım ki, enough'dan əvvəl sifət gəlməlidir. Enough'dan sonra da isim olmalıdır. Baxırıq. Bax, görürsünüz, enough books, kifayət qədər, demək, full, kifayət qədər kitab. Yəni, bu enough sözündən sonra həm sayılan, həm də
Saymən demək isim verə bilərik. Amma enoughdan sonra biz tək isim verə bilmərik. Misal üçün enough book verə bilmərik. Gəldik nəyə? Enough sözü görürsünüz burada. So, hard, to, very, quite, razıdır. Bunlardan sonra nə gəlir? Ya sifət ya da zərf işlənir. Gəldik bu hissəyə. Enough people, enough stairs. Bir vurğuladığım üçün bayaqlarım isimlərdir. Sayılan sayılmayan isimlərdir. Sonra gəldim hansı hissəyə? Gəldim üstünlük dərəcəsi, müqayisə dərəcəsi. Müqayisə dərəcəsi nə ilə düzəlir uşaqlar? Müqayisə dərəcəsi deyirəm tall. Taller sözün sonuna el qoyaraq müqayisə edirəm. Taller sözü. Bax görürsünüz. For example. Cheap, cheaper, climb, climber. Bunlar hamısı nədir? Müqayisə dərəcəsidir. Müqayisə dərəcəsində əgər çox hecalı olarsa biz more-dan less verə bilərik. Deyirəm ki, deyincə təhlükəli, görürsən, dangerous. Çox hecalıdır. Çox hecalı olduğuna görə qarşısına more veririk. More interesting. Çox hecalıdır. Qarşısına more verə bilərik. Mən bunun qabağına much təkcə verə bilmərəm. Və burada sözlər var hansı ki qaydasız demək sifətlərdir. Good, better. Biz əvvəl deyirdik ki, o birislər dəyişən nə ilə veririk? Verdik sözün sonuna er verirdik. Amma burada kökdən dəyişən good'un müqayisəsi erdir. Demək, bedin müqayisəsi worst'dur. Little'ın müqayisəsi less'dir. Much'ın müqayisəsi more'dur. Menin müqayisəsi more'dur. Yadınızda saxlayın. More'dan er olmaz. Niyə görə er olmaz? Çünki biz more'dan eri işlədə bilmərik. Most'dan. Bax, misal üçün, more'dan ona görə er olmaz ki. Burada müqayisə edəcək. Biz demişik ki, more çox hecalıların qarşısında işlənir. Görürsünüz, çox hecalıların qarşısında işlənir. Bəli, müqayisə dərəcəsidir, amma çox hecalılarla işlənir. Gəldik, burada nə var? More'dan er olmaz deyirik. İndi baxırıq nəyə, necə er olmaz. Burada demək, sözün sonunda ordu, why'dır. Bunlar necə? Deyirəm ki, nice. Bunun oxunuşu bu formada gəlir deyənə burada er qəbul olunur. Necə olunur? More qəbul olunmur. Çünki həm də asyacalı kimi gedir. Burada deyirəm easy, easier, narrow, narrower, clear və clever. Və bunlar er qəbul eləyir. More çox hecalı kimi görsənib, amma qəbul elədiyi erdir. More'dan biz bayaqlarım dedik ki, er olmaz. More difficult. Görürsünüz, difficult. Çox hecalıdır. Mən more taller verə bilmərəm. More taller verə bilmərəm. Taller götürə bilmərəm. Sonra gəldim nəyə? Bax, müqayisə dərəcəsinin dərəcə zərfləri bunlardır. Zendir, much'dır, a little'dır, a lot'dur, a bit'dir, slice'dır, more'dur, endi. Cümlədə ki, bu sözləri gördünüz, avtomatik heç nə axtarmırsınız, avtomatik er axtarsınız, bu er axtarsınız, çox hecalı da monan verirsiniz. Gəldim burada üstünlük dərəcəsi. Üstünlük dərəcəsi necə düzəlir? Üstünlük dərəcəsi z, sözün sonuna s artırmaqdan, bir də əvvəlinə z qoymaqdan, bir də z most verməklə düzəlir. Baxırıq, indi nədir? Biz müqayisə dərəcəsindən more veririk çox hecalıya. Burada isə most verəcəyik. Baxırıq, indi dərəcə zərflərinə. Dərəcə zərfləri hansılardır? İlk öncə oradan başlayayım. Dərəcə zərfləri cümlədə all of görsəm, one of görsəm, have ever'dır, had ever'dır, has ever'dır. In my life'da indiyanı, in gördünüz, on gördünüz, at gördünüz, of gördünüz, among gördünüz. Bunlar sözünlərine yaxındır və bunları gördünüz, avtomatik nə götürürük? Biz üstünlük dərəcəsini götürürük. Üstünlük dərəcəsi necə düzəlir? Baxırıq, z-lə düzəlir, bir də s-dən düzəlir. Ən deməkdir, ən balaca. Nədir? Ən balaca. Elə sözlər var ki, uşaqlar, biz onları üstünlük dərəcəsində işlədə bilmərik. Misal üçün, eldə sözü ən böyük deyirəmsə, ondan da böyük yoxdur ki, mən onun üstünlük dərəcəsində deyim. Hardly ən hündür deməkdir. Yəni ondan da böyük üstünlük dərəcəsi yoxdur ki, mən onu, yəni bu hardly ən böyük deməkdir. Yəni onun pik nöqtəsidir. Ondan sonra mən onu necə üstünlüyə çevirim? Gəldik nəyə?
Gəldik nəyə düzəlişinə. Deyirəm ki, çox hecalın sifətin üstünlük dərəcəsi Z-most olmalıdır. İz-Z-most yəni. İz-Z-most gördürsə Z-mostu götürürsünüz. Ancaq bayaqdan biz kökündən dəyişənlərə dedik ki, gooddur, the bestdir, ondan sonra baddir, little'dır, much'dır, many'dir. Bunlar həmişə dəyişəndə, misal üçün bayaqların better-lə dəyişmişdi, amma üstünlük dərəcəsi oldu the best. Worst idi, üstünlük dərəcəsi oldu worst. Aydındır yaqın bura qədər. Açıram səhifə, zaten səhifə qoyuyorum. Burada eyni şəkildə sözü ly ilə bitən, demək, y-dır, o-w-dur, l, demək, l-idir, hərfi ilə bitənlər est qəbul edir, most yox. Misal üçün z est verirəm sözün sonunda. Bax, burada da görsəndiyi kimi z est görürsənmi burada? Zaman zərflərində vurğuladıq ki, nədir, nə deyil. Burada baxırıq, adi dərəcələr hansılardır? Bax, görürsən, bunların hamısı adi dərəcədə heç bir şəkilçi qəbul etmir. Large, small, long, thin, high. Ondan sonra hamısı adi dərəcədədir. Amma müqayisə dərəcəsində nə qəbul ediblər? Hamısı el qəbul edib və müqayisəsi orla olub, çünki çox hecalıdır. Və kökündən dəyişənlərə burada nəzər salırıq. Üstünlük dərəcəsində hamısı z ilə düzəlib, bir dənə ilə düzəlib, the most-dan düzəlir. Və kökündən dəyişənlər isə the best, the worst, the less-dən düzəlir. Bura qədər yəqin ki, aydındır. 102-ci səhifəyə baxırıq. 102-ci səhifədə nə deyir sənə? Deyir ki, bayaqlarım vurğuladığım kimi, deyir ki, olddur, niyədir, fadır, late'dir sözləri. İki mənası var necə? Deyirəm ki, old ər, müqayisə. Üstünlük dərəcəsində z old est veribdir. Görürsünüz oldu. Və ən üstünü eld est veribdir. Və niyə sözü var? Ailədə ən böyüklə gedir də. Bayaqlar mən dedim ki, axı ki, elde sözünün müqayisə dərəcəsini necə verir? Misal üçün, ən böyük, ailədə ən böyükdən gedir söhbət. Amma elə sözlər var ki, biz onu, yəni müqayisə üstünlük dərəcəsində, yəni daha böyük ondan da, yəni biz onu dərəcələndirə bilmirik. O sözlər indi qarşımıza çıxacaqdır. Və gəldim nəyə? Görsən burada niyədir. Niyer sözü yaxın mənası da var. Niyer ən yaxın, niyer sözü ən yaxın və növbəti mənası da var. Faal sözü daha uzaq, ən uzaq. Fözə daha demək sonraki, ən sonraki kimi də işlənir. Late sözü daha gec, ən gec. İkinci tərəfdən də isə demək görüm. İkinci tərəfə isə sonundan axırıncı deməkdir. Baxırıq indi burada niyə? Biz bayaqlar dedik ki, elde sözündə zən nə zaman işlənir? İndi ona diqqət edirik. Deyirəm ki, old və elde demək ikisi də müqayisə dərəcəsində elder veririk. Bayaqlarım dediyim kimi və həmişə elder demək olda elderə yaxın işlənə bilməz. Görsən aralarında nə qədər məsafə verir. Olda zənin bölündə işlənir, amma eldən bax görsən zənin bölündə nə qədər məsafə ilə uzaqdadır, işlənə bilməz. Bura gəldik, çıxdıq. Sonra bunlara zeniyəsdir, bunları özün oxuyarsan. Xırdalıqlardır, misal üçün zeniyəsdir, zenexdir, bayaqların vurğuladığım kimi. Nə deməkdir, aralarındakı fərq nədir? Zeniyəs məsafə yaxındır, zenex növbəti mənasındadır. The late, misal üçün, zamanca daha gec deməkdir, amma late sıra bildirən, misal üçün, gecikmələrdir, sıra bilənlər neçəncidir. Gəldik nəyə? Biz burada zamanların qarşısına, burada lastı, zamanların qarşısına biz açıqlı işlədə bilmərik. Burada last sözü, nətə demək, sonuncu səhifə mənasında verilibdir. Biz last sözünü keçən zaman kimi gözləndir. Nədir lastda, nə də niyerin qarşısında z verə bilmərik, z açıqlı verə bilmərik. Amma buradakı demək, last sözü nədir? Last sözü final deməkdir, sonuncu deməkdir. Yəni görərsən ki, zamanlarda last sözünü deyərsən, mən bəs nətər olubdur? Burada lastın qabağında z açıqlı var, amma orada yox, z açıqlı yoxdur. Yəni buranın açıqlığından çox adam qarışdırır, yəni onunla qarışdırmayın. Bu sifətə aiddir. Sonra gəldik nəyə? Bu fözədir, eyni şəkildədir. Və burada hansın ki dediyim kimi, bax görürsən, mostdan est olmaz. Görürsən, burada da vurğulayım ki, mostdan est verə bilmərik. Mordan da
olmaz. Verə bilmərik. Gəldim burada həmənki şeylər də çevir tatı vur tatı. Aha, burada baxırıq. Alone sözünün iki dənə mənası var. Alone sözü biri var alone tənha. Tənha. Biri var lonely. Lonely. Biri evdə tək qalan, yəni I live alone. Mən evdə tək yaşayıram. Biri də var deyirəm ki I feel alone. Mən özümü tənha hiss edirəm mənasında. Burada gəldik. Nədən gedir söhbət? Feil gələrsə əvəzlik, adlıq. Burada bu nələ bir dəqiqə sal lazımdır. Bu dost.com-dur uşaqlar. Bu nə deməkdir? Bunun da əsas da 11-lərdə keçirlər, 9-da keçirlər. Bunlar nədir? Deyirəm ki, quiet number. Nömrə, sıra sayı. Best, good. Yəni, bunlar bir dəqiqə sal lazımdır. Öyle. Buna görə qalsın bu. Bunlar dost.com sıradır, incdir, yaşdır, rəngdir, yer bildirəndir, material bildirəndir. Bunlar sənə bir dəqiqə lazımdır. Öyle. Vaxt çatan da deyəcəm. Bunlar da sifətin, öncə burada gəldik zərfin düzəlişinə. Zərfdə də sifət kimidir. Adisi elva ilə düzəlir. Müqayisəsi ellə düzəlir. Üstünlüyündə müqayisədə, bax indi burada. Üstünlüyündə biz sifətdə zemos veririk. Amma burada təkcə mos veririk, mo veririk. Aydın mı? Bura qədər zərfə kimi. Burada da nə var? Sifətlə zərfin eyni mənalı sözləri. Baxırsan səhifə. 106-cı səhifədə nə var? 106-cı səhifədə deyirəm ki, fastdır, longdur, fardır, little'dır, muchdır, early'dir, daily'dir, harddır, near'dir, late'dir, lose'dur. Bu kimi sözlər nədir? Bu kimi sözlər gəlir çıxır sifətin belə deyək də həm sifət eyni, həm də zərfi eyni olan sözlərə. Biz sifəti təyin edəndə biz orada hərəkət vermirik. Amma zərf təyin edəndə biz zərfə hərəkət veririk. Deyirəm ki, for example, a fast train, sürətli qatar. Bir də var deyirəm ki, I go fast. Mən sürətlə gedirəm. Görürsünüz, fastdan son əvvəl nə var? Go, fiil var deyənə. Biz bilirik ki, zərfimiz hərəkətə, sifət isə isimə aiddir. Bura qədər uşaqlar sifətdir. Başqa heç nə yoxdur. Zərfdə də nə var? Zərfdə də eyni. Dərəcələri eynidir, görürsəm. Eyni şeydir, üstünlüyü yenə erlə düzəlir. Bax, burada da sifətin dərəcəsi gooddur. Rekord götürüm. Sifətin demək, better olanı gooddur. Amma zərfdə nədir? Zərfdə welldir. Hard, worse, görürsünüz, hardly. Orada lessdir, burada little'dir. Yəni, bunlar əzbərləməklə bilməlisən. Burada da nə var? Görsən, burada sifətin görsən dərəcəsi var burada. Bizdə demişdik ki, more-dan quickly olmaz. Burada most vermişəm. Mostda da burada z işlətmirəm. Müqayisəsinin üstünlük dərəcəsində sifətdə. Sonra nə var burada? Görsən, bayaqlarım dedim, elə sözlərimiz var ki, ən pik nöqtədə onlar dərəcələmirlər. Harddır, hardlıdır. Görürsünüz. Nenilər? İnkar cümlələrdə həm də. Necə? Deyirəm ki, hard həm səhifə neçəyə bax deyim də. Səhifə 111-ə. Hard nə deməkdir? Deyirəm ki, hard həm sifət, həm də zərf mənasında. Mənaca ağır, çətin deməkdir. Yəni, ən ağır işi mən görmüşəm. Yəni, bu necə dərəcələndirim? Bunun da ağırı yoxdur ki, mən onu dərəcələndirim. Başa düşdünüz? O baxımdan deyirlər. Hardly həm də nota bərabərdir. İnkar sözlükdür. Yadda saxlayın. Cümlədə hardly varsa, mən ikinci nota ehtiyacım yoxdur. Bunlar da oxuyaraq closed yaxın mənasındadır. Həm də close demək closed qapını bağla mənasındadır. Close friend yaxın dost kimidir. Və deyirəm ki zərf kimi, sifət kimi aydındır ki, yaxın əlaqə, necə əlaqə, yaxın əlaqə. Burada da nə var? Deyirəm ki, elə eyni şey gedir. Harddır. Hə. Dərəcələnməyə baxırsınız. Deyir dərəcələnir. Hard necə dərəcələnir? Elva ilə dərəcələnir. Uşaqlar, sifətə, zərfə də aid bu qədərdir. Elə sözlər var ki, indi onun zərfin özünü təkcə keçəndə bildirəcəm. Elə sözlərimiz var ki, burada nə var uşaqlar? Onu izah eləmədim. Burada sifətin, elə zərfdə elə sözlər var ki, bunlar zərf kimi sözün sonunda olma baxmayaraq sifətdir. To become'dır, misal üçün əmiza deyək də, to be deyəndə əmiza. Sonra burada feel'dir, sonra
simetdi, töndü. Bunlar nədir? Staydi, sounddur. Bunlar zərf kimi olsa da sifət deyirlər. Amma tastydir, smelldir, tookdur, lookdur. Bunlar necədə həm zərf kimi, həm də sifət kimi işlənə bilir. Səhifə 107-yə bax. Sifət kimi də işlənə bilir. Deyirəm ki, biri var dad vermək, bir də var deyirəm ki, I tasted this coffee. Mən bu kofenin dadına baxdım. Nə etdim? Hərəkətdir. Dadına baxanda, nəyinsə bir şeyin dadına baxanda, onda biz zərf veririk, amma deyirəm ki, qəşəng dadır. Burada hərəkət yoxdur axı. Ona görə sifət kimi verir. Uşaqlar, bura qədər. Burada elə bir ardı yoxdur, elə bir böyük bir şey yoxdur.